Elə birinci sualın izahından başlayıram. Birinci sualda is making birbaşa əsas feildir. Əsas feillə ya who işlənir ya da what işlənir. Deməli tərcüməyə baxırıq. Kofe hazırlar. Kim hazırlayır yoxsa nə hazırlayır olar? Kim hazır? Ona görə olur cavab C variantı. İkinci suala baxırıq. Demişdim ki, ayrılan suallarda birinci tərəf təsdiqdə, ikinci tərəfi inkarda verirəm. Yox, inkardaydısa təsdiqdə verirəm. Cümləmiz təsdiqdədir. Deməli biz inkarda verməliyik. Works indiki zamandadır. İndiki zaman sualın kənindən düzəldirəm. Don't-la ya da doesn't-la. O da bircə dənə var. D variantında. Üçüncü suala baxıram. Yenə cümləmiz təsdiqdədir. Deməli, inkarla verməliyəm. Cümləmizdə studies indiki zamandadır. İndiki zaman sualın inkarla ilə düzəldirəm. Don't-la ya da doesn't-la. O da bircə dənə var. Y variantında. Dördə baxıram. Will gələcək zamandır. Gələcək zaman sualın kənindən düzəldirəm. Want-la. O da olur C variantı. 5'e baxıram. Has been signed. Birbaşa əsas feil gəlib. Yenə Yahoo ya da what. Burada da bircə dənə nə var onsuz da? What var. Cavab oldu Y variantı. 6-cı suala baxın. With söz öndür. Demişdim cümlənin sonunda söz önü varsa cavab yenə ya who olur ya da what olur. Burada da bircə dənə var. Who D variantı. 7-ci sualda cümlənin sonunda yenə by var, söz önü var. Ya who ya da what, bircə dənə who var, Y variantı. 8 də onun kimidir. Yenə söz önü var. Ya who ya da what, B variantı. 9'da demiştim for'la nə işlənir? What. Bir daha inşallah söz önü sayılır da for yenə də. Söz önü nə işlənə bilər? Who ilə what. Deməli who'nu da götürə bilərəmmi? Bəli, ona görə olar cavab 1, 2, C variantı. Sonra baxırıq nəyə? Yadınızı saxlayın, heç vaxt cümlənin sonunda for varsa cavab why ola bilməz. Nağd onu çıxırsınız həmişə. Çünki why for deyə bir tərcümə olunmur. What for nə üçün demək? Amma why for deyə tərcümə yoxdur. 10-cu suala baxırıq. Dedik, sual cümləsinin düsturu nədir? Xüsusi sual sözü gəlməlidir. Yəni when, what, why və s. Sonra gəlməlidir köməkçi feil. Məsəl üçün will, are, am, is, are və köməkçi feilləri tanıyırsınız. B variantında you gəlib, deməli B variantı səhvdir. Sonra gəlməlidir köməkçi feildən sonra əsas feil. Üzr istəyirəm, mübtəda. C variantında visit gəlib, visit mübtəda deyil deyə səhvdir. Y variantında da you mübtəda, amma tover keçirlər. Y variantı da səhvdir. A ya da D variantıdır. Will you visit olmalıdır. A da səhvdir, çünki nə gəlməlidir mübtədadan sonra? Əsas feil. Düsturu növdədir? D variantı. Düstur yenə deyirəm, xüsusi sual sözü, köməkçi feil, mübtəda, əsas feil. 11 də onun qaydası ilə A da səhvdir, çünki köməkçi feili yoxdur. B variantında köməkçi feili var, amma did işləndə feil nə olurdu? İlk halına qayıdır. Yəni began ola bilməz, begin olmalıydı. Ona görə səhvdir. C-də köməkçi feil yoxdur. D-də köməkçi feilin əsas feil yanaşı gəlib, odur səhvlik. Y-də isə düzgün dərəcə. Did-də işlənən feil ilk halına qayıdır, begin də ilk halındadır. 12-ci suala baxırıq. Yenə often xüsusi sual sözdür. Sonra bizə nə lazımdır? Köməkçi feil, yəni did. C-dır, Y-yə baxıram. İndi C-da problem odur ki, did işləndə feil ilk halına qayıtmalıdır. Yəni wrote yox, write olmalıydı. Ona görə C səhvdir. D-də yanaşı gəlib deyə səhvdir. Y variantı isə doğru cavabdır.